Allahu Ekber, Allahu Ekber. Sabahları oyanıb pəncərəni açdığında hansı səsi eşitmək sənə xoş gələr? Bu səsmi? Yoxsa bu səsmi? Dostlar salam, hər vaxtınız xeyirli, bərəkətli olsun. Videom sizi yanıltmasın, mövqeyim dəyişməyib. Yenə qoyunçuluqdayım, yenə bütün gücüm bu sahənin inkişafına doğrudur. Fərqli videolar hazırlamağım insanlarda bu sahəyə həvəsin artmasına inanıram və sizlərin də gözünüzü yormamaq üçün dəyişik formada videolar çəkmək qərarına gəldim. Buna başqa bir səbəb də var. Məsələn, artıq bir xeyli izləyicim var ki, yazır mənə heç qoyunçuluqla məşğul deyiləm, amma videoların çox xoş təəssürat verir deyə izləyirəm. Digər səbəb motivasiya və s. Keçək mətləbə. Baxıb görürəm ki, kətdə yaşayanlar hər kəs bir təsərrüfatla məşğuldur. Düzdür, hamı deyil də, amma var. Qoyunçuluq olmasa da, yəni az olsa da başqa təsərrüfatla məşğuldular. Və bu nöqteyi nəzərən düşündüm ki, bu qoyunu saxlayacaq adamların bir çoxu vaxtı zamanında mənim kimi kəndi buraxıb şəhərə gedim, pul qazanım, qayıdacam deyib bir daha qayıtmayanlardır ki, biraz onlara kəndi xatırladım. Mən də gedim, qayıdacam demişdim, kənd oldu şəhər, şəhər oldu başqa ölkələr. Açdıq gözümüzü 25 il keçdi. Amma analizlər də onu göstərir ki, gedənin 60%-i qayıdır. Lakin gec olur, qayıdıb kəndin dadını çıxartmadan yaşadığın streslər üzündən həyat sona çatır. Mən gedənləri qınamıram. Düzdür, indi o vaxtki kimi deyil. Yəni o vaxt biz gerçək məcburiyyətdən qazanc üçün çıxmışdıq. İndi çox fərqlidir. Yəni kətdə də qazanc artıb, şəraitlər münbitdir. İstəyənə, çalışıb zəhmət çəkənə var. Həm də şəhərdəkindən fərqli olaraq sağlam qida, təmiz hava, səssiz, küysüz, stressiz bir həyat. Çox iddia edirəm ki, 10 il sonra şəhərdə həyat qalmayacaq və bugün kəndi bəyənməyənlər kəndə köçüb yaşamaq üçün köç edəcəklər. Bugün 10 hektar torpağı satıb şəhərdə bir ev ala bilməyənlər 10 il sonra şəhərdəki evi satıb onsuz torpaq ala bilməyəcək. Bugün o şəhərdə oturub toğlu ətini bəyənməyib quzu gəlsin deyənlər 10 il sonra qoyun ətinə belə həsrət qalacaq. Organik qida, organik ət o qədər bahalı olacaq ki, buna şəhərdə aldığın maaşın yetməyəcək. Yenə də hər istədiyin qida olacaq, normal qiymətlərdən, lakin organik olmayacaq. Süni qidalar olacaq. Onun da sağlığa ziyanı mı, xeyri mi nə olacaq, onu da özünüz düşünün. Ya da ümumiyyətcə heç nə düşünməyin. Deyin, bunun başı xarabdır, ağzına gələni danışır. Yenə də öz işinizdir. Amma Allah ömür verib, ölməyib sağ qalsa bugünü görəcəksiniz. Videoda sübutum olacaq. Hətta bir iddia da edirəm ki, 20 il sonra o gördüyün ən bahalı maşınları kəndlilər və kənd təsərrüfatçıları minəcək. Bugün sənin bəyənməyib çoban dediyin kəndçi dediklərin. Bunu da zamanla görəcəksiniz. Hardan bilirsən, nə bilirsən? Filosof zatsan deyirsənsə, deyim ki, bunu bilməyə filosof olmaq gərək deyil. Əgər ölkəmiz inkişaf edir, dünyanı takip edirsə, demək bizdə də bu olacaq. Bugün artıq bu inkişaf etmiş ölkələrdə başlayıb. Videoda məqsədim şəhəri pisləmək deyil. Ölkəmizin hər bir şəhəri gözəldir. Bakı da artıq dünyanın ən gözəl şəhərlər siyasına düşmüş bir şəhərdir. Mən əslində gənclərə gənc yaşlarında məsləhət görərdim, maksimum dərəcədə gəzib kəşf etsinlər. Hər yeni bir yer, yeni bir bilgi deməkdir. İstər tikilən yeni binalar olsun, körpülər olsun, abidələr olsun. Hər biri bir əsərdir, hər biri bir mədəniyyət nümayişidir. Çox yer gəzmək, çox yer görmək, çox dil öyrənmək, bilik bazanının çoxalması deməkdir. Bilgili insan da həyatda bacarıqlı olur. Bacarıqlı insan isə həm özünə, həm ailəsinə, həm ətrafına, həm də vətəninə faydalı olur. Yəni gəz, amma boş-boş yox. Öyrən, amma faydalı olanı seç. İşlə, pul qazan, amma boş işlərə xərcləmə.
Pul qazanmaq üçün nə qədər əziyyət çəkdiyinin fərqində ol və onu öz gəldiyin kənddə dəyərləndir. Sığortan olsun. Bir gün geri döndüyündə mənə sağ ol deyəsən. Valla şanslı birisən. Zamanında mənə belə bir məsləhət verən olsaydı, indi mən milyoner olardım. Aydaq kəndə ya da öncə gənc və enerjili zamanı şəhərə sadəcə pul qazanmaq adı ilə gedənə. Öncə qeyd edək ki, insan bir qarğa deyil ki, 200-300 il yaşaya. Amma insanın arzularına qarğanın belə ömrü yetməz. Hər yeni bir pilləni addımladıqca yeni arzular doğur və bu davam edir. Kənddən şəhərə gələn və yaxud başqa bir daha inkişaf etmiş ölkəyə gedən insan oradakı yerli yaşayanlara çatmaq üçün daha çox işləyir, daha çox əziyyət çəkir. Yerli adamlar bunu gəlmələr bizdən daha çox işləyəndir deyir. Amma əslində bu belə deyil. Sən onun sahib olduğu evdən almaq üçün, onun mindiyi maşında minmək üçün daha çox işləməyə başlayırsan. Ta o vaxtacan ki, artıq enerji tükənir. Artıq insan dərk etməyə başlayır ki, zaman məhdud imiş. Bax, budur etdiyimiz yanlış. Halbuki kənddən çıxarkən verdiyimiz sözün üstündə dursaydıq, işlədiyimiz şəhərə göstərişə deyil, öz kəndimizə yatırsaydıq qazancımızı, misal ev, torpaq, bağ, ferma, mal, heyvan kimi, sonra biz də gəlib öz yerimizdə normal istirahətli həyatımıza davam edib, enerjimizi artırıb həyatımızı biraz da daha uzada bilərdik. Həyatda bəzən hər şey göründüyü kimi deyil. Şəhərli sənə şəhərdə çox işlədiyini görəndə deyir kəndlilər çox işləyəndir. Gəlib kənddə səni öz şəraitində orqanik qidalanmanı, ağac kölgəsində istirahətini görəndə deyir kənddə həyat var, kəndlilər keyfdədir. Bax, insan həmən insan, məkan fərqli, yaşayış fərqli. Deyən insan da həmən insan, məkana görə işlətdiyi sözlər fərqli. Demək nə imiş? Gül ağacında gözəl imiş. Qırıb gətirib güldana qoyanda deyil. Kəsin bir həyat hekayəsi var, amma çoxluluqla bir-birinə bənzəyən çoxdur. Mən də bu insanlardan biri. Mən də zamanında bu dediklərimi eşitmiş və dərk etmiş olsaydım, bugün o arzu etdiyim yerdə olardım. Demirəm hər kəs qayıtsın kəndə. Sadəcə bir xatırlatma belə bir qərar üçün yetərli olur. Sonda hər kəsin öz fikri, öz qərarı, öz arzuları var. Və mən də hər kəsin fikirlərinə hörmət edərək deyirəm ki, harda olmanızdan asılı olmayaraq, hamınız sağlıqlı olun, gününüz xoş, həyatınız firavan keçsin. Hoşça qalın, gələn videoda görüşmək ümidi ilə.